deyir ki, bir kişiyə gəlib deyir ki, ya Rasulallah, mən ayaq üstə qıla bilmirəm. Deyir ki, salli qaimən. Ya ayaq üstə qıl. Deyir, əgər bacarmırsansa, fə illəm təstati fə qaidən. Əgər bacarmırsansa, otur qıl. Və illəm təstati və alə cəmbin. Deyir ki, böyrü üstə uzan qıl. Böyrü üstə uzan qıl. Alimlər deyir ki, böyrü üstə uzanıb qılmaq iki növdür. Biri uzanırsan, üzün qibləyə tərəf. Yəni, uzanmırsan, başı qaldırırsan biraz, yəni, üzü qibləyə tərəf qılırsan. Bir də var ki, belə. Yəni, belə qalırsan, açsın. Yəni, sənə necə rahatdır, yəni, o cürə neyirsən, namazı qılırsan, qibləyə yönəlir. Və hətta bəzi alimlər deyir ki, əgər qibləyə yönəlmək belə mümkün olmursa, o da düşür. Ona görə şəri qaydalardan biri nədir? Fiqhi qaydalardan. Əl-əmru izə daq ettəsə. İş daralarsa, şəriət sənin üçün genişləndirir. Yəni, sənin vəziyyətin, sənin xəstəliyin, Allah hamıza salamatçılıq versin. Sənin problemin çox olursa, hansı ki, ondan sən qaça bilməzsən. Neyini şəriət sənə? Şəriət sənin üçün genişləndirir. Necə ki, xəstə insanı genişləndirdiyi kimi. Ona görə Allah Azə və Cəllə baxın, ən gözəl ayələrdən biridir. Deyir ki, fəttəqullah məstətə'tum. Allahdan bacardığınız qədər qorxun. Allahdan bacardığınız qədər qorxun o demək deyil. Hər kəs desin ki, mənə bacardığım budur. Yox. Yəni, həqiqətən bütün gücünü ortaya qoymalısan. Və ondan sonra Allahdan bacardığın qədər qorx odur yəni.